Arxamda gördüyümüz bu möhtəşəm bina Hədəf Liseyinin yeni binasıdır. Hədəf Stars kampusu olaraq. Artıq təmir, tikinti, dizayn, tərtibat işləri başlamışdır və sentyabrın 15-dən tam istifadəyə hazır olacaq. Hədəf Liseyinin Hədəf Stars kampusu Koroğlu metrosunun yaxınlığında yerləşir. 1 hektardan çox ərazidə 10.000 kvadrat metr əraziyə yaxın möhtəşəm bir binadır. Gördüğünüz bu yaşıllığın bir hissəsində, bu yuxarıda gördüğünüz bu çıxıntıda böyük bir raket yüksələcək. Bizim Hədəf Liseyinin 2038 ideyası var idi. Saturna gedəcək uşaqlar bir zamanlar o peyki düzəldəcəkdilər və həmin peykin maketini məhz burada yerləşdirəcəyik. Onun arxasında deməli məktəb qədərli uşaqlar üçün təyyarə və kosmonavtik dizaynda uşaq əyləncə mərkəzi yerləşəcək və bu tərəfdə dediyimiz kimi böyük bir stadion, həmçinin tenis kortu ilk olaraq liseyimizin həyatında fəaliyyət göstərmiş olacaq. Sentyabr ayında bu binanı siz tanımayacaqsınız. Nə bu əraziləri, nə bu gördüyünüz ilkin şəraiti yeni formatda çıxmış olacaq. Biz şəffaflıq bütün prosesimizi addım-addım öz valideynlərimizlə, balabilgələrimizlə bölüşməyə həmişə maraqlı olmuşuq. Ümid edirəm ki, bu gün də həmin prosesi davam elətdirəcəyik. Bildiyiniz kimi Hədəf Liseyi beynəlxalq Cambridge məktəbidir. Amma bizim bu kampusumuz yeni formatda, yeni yanaşma ilə olduğu üçün IB təhsili planlamışıq. Bura böyük bir zal olacaq, möhtəşəm bir zal. Burada tədbirlərini çəkilişi, hal-hazırda təmir prosesi gedir və biz bunu addım-addım sizə göstəririk. Əziz valideynlər və şagirdlər, bu liseyimizdəki fərqli yanaşmalarımızdan biri də ondan ibarətdir ki, hər sinifimizdə sadəcə 16 şagird olacaq. 16 şagirdlik, yəni 16 siniflərdirlər ki, siniflərimiz bütövlükdə elektron təchizat ilə yenilənəcək, ağıllı lövhələri ilə, müasir partaları ilə, sağlam təhsil ideyaları ilə həyata keçirilmiş olacaq. Biz hədəfi böyük olanların liseyi deyib yola çıxmışdıq. Bəli, buyurun. Hədəfimiz böyükdür. Bizimlə olmaq istəyənlər arxamızdır.